Dünən Sibrizin hovuzunda Akif Abdullayev adlı 4 yaşlı uşaq boğularaq ölüb. Allah rəhmət eləsin. Hakimiyyətin yaltaq mediası Sibriz yazmağa qorxurlar. Yazıblar ki, hadisə Nardaranda baş verib. Nə oldu? Yeməyə, talamağa gələndə Sibrizli, yaxşı reklam aparmağa Sibrizli, amma ölüm, pis hadisə olanda Nardarandır. Gör Azərbaycan mediası nə günə düşüb. Həsən Bəzzardabi medianın yaltaq olacağını bilsəydi, ikinci qəzetini buraxmaz, Azərbaycan mediasının əsasını qoymazdı. Bu hadisəyə görə günahkarlar cəzalandırılmalıdır. Gedib hansısa fəhləni cəzalandırmayın. Sibrizdə yaratdığını səhlənkarlıq sistemini cəzalandırın. Şəxsən Sibrizin sahibi Emin Ağalarov çıxıb üzr istəməlidir. Ailəsinə təzminat verməlidir. Azərbaycan xalqından ən əsası da Sibrizə gələn qonaqlardan üzr istəməlidir. Yeməyə, talamağa gələndə yaxşıdır. Etdiyiniz pisliklərə görə üzr istəməyə bacarmırsınız. Emin Ağalarov şəxsən özü Sibrizin sahibi olduğuna görə ictimaiyyət qarşısında bu məsələyə aydınlıq gətirməli və hər kəsdən üzr istəməli və belə bir şeyin bir daha təkrarlanmayacağına söz verməlidir. Əks təqdirdə, ey millət, heç kəs Sibrizə getməsin. Xəzərin başqa sahillərindən qumları, torpaqları daşıyırlar, oğurluqlarla məşğuldurlar, sahil daşlarını, qayalarını Sibrizə daşıyırlar, orada ehtişam düzəldiblər, dəmdəstgah, milyardları qazanırlar. Sibrizə gələn insanlar evlərindən, marketlərdən aldıqları bir butulka suyu belə içəri keçirə bilmirlər, icazə vermirlər. Deyirlər ki, içəcəksinizsə, yeyəcəksinizsə ancaq Sibrizdən olmalıdır bu. Ay utanmazlar, abırsızlar. Bari insanların, uşaqların canlarını qoruyun da orada. Səhlənkarlıq etməyin. Xahiş edirəm, bu videonu bəyənin, paylaşın, hamı izləsin. Emin Ağalarov utansın, çıxsın millətdən üzr istəsin.